Gəncəyə rayon deyirlər. Amma bir şəhərin adını kiçiltməklə tarixini kiçiltmək olmur. Gəncə rayon deyil. Gəncə Respublika tabeli bir şəhərdir. Və Azərbaycanın inzibati bölgüsündə Gəncə rayonu adlı vahid yoxdur. Bu torpaq 1000 illik şəhər mədəniyyəti daşıyır. Hətta orta əsrlərdə aranın ən böyük siyasi və iqtisadi mərkəzlərindən biri olub. Böyük ticarət yolları buradan keçib. Sənətkarlıq, elm, poeziya burada formalaşıb. Burada Nizami Gəncəvi dünyaya söz məktəbi qoyub. Burada Məhsəti Gəncəvi Şərqin ilk qadın şairələrindən biri olub. Burada Mirzə Şəfi Vazeh ədəbi mühit yaradıb. Adı Avropaya qədər yayılıb. Burada Cavad xan şəhərini müdafiə edərək şəhid olub. Bu şəhər zəlzələlər görür. Dağılıb, yenidən qurulub, amma heç vaxt rayon səviyyəsinə enməyib. Rayon inzibati ərazidir. Şəhər isə tarixdir, mədəniyyətdir, kimlikdir. Və bu kimliyə rayon demirlər qadan alım. Sağ olun.